Deməli belə, bu videonu Qurban Bayramı günü paylaşdığım videonun izahı olaraq çəkirəm. Ki, əslində məcbur da deyirəm. Amma ürəyimdən keçdi. Dedim, qoy çəkim paylaşım. O ürəyinizin negativini burada biraz yazasınız. Şərait yaradıram da sizin üçün. Deməli, Qurban Bayramı günü mən dostum, ölkəmizin ən sayılıb seçilən sənətkarlarından biri olan Balaban ifaçısı Nicat Masimovla bərabər bir video hazırladıq. Ki, Qurban Bayramı günü əslində mənim üçün heyvan qətliamı günüdür. Biz bunu ailəlicə qeyd eləmirik. Birincisi, müqəddəs kitabda da bu haqda Qurban Bayramı deyə bir şey yoxdur. Bunu bilməyənlər heç olmasa ən azından Google-da vurun, maraqlanın. Bu bir. İkincisi, mən dinə qarşı deyirəm. Bunu hamı bilir. Mənim dindar dostlarım da çoxdur, həddindən ziyadə. Sadəcə olaraq heç olmasa dininiz sizə nə buyurursa, ona əməl eləyin. O ki, qaldı kommentariyalarda yazmışsınız ki, bir dənə Qurban Bayramı günü ət yemirsən, beş başqa günlər. Əzizlər, mən danışdığımla əməllərim məni tanıyanlar bilir ki, üst-üstədir. Mən əgər heyvan kəsməyə qarşı bir video çəkirəmsə, demək ki, həyatda da vegetarianam. Mən ümumiyyətlə ət yemirəm. Düşünürəm ki, ət yeyənləri də təbii ki, qınamıram. Mənim ən yaxınlarım, ən əzizlərim, ən gözəl insanlar var ki, çevrəmdə, ətrafımdakı, onlar ət yeməyi sevirlər. Və bir-birimizin əqidəmizə qarışmırıq. Bu sadəcə buna bizim çəkdiyimiz, paylaşdığımız video biraz sənət tərəfdən yanaşsaydınız, orada gözəllik tapardınız. Kim necə baxır, neyi görmək istəyirsə, onu da görür. Bu videonu çəkmişəmsə, demək ki, mən 3 ildən artıqdır vegetarianam. Mən ət məhsullarını yemirəm və düşünürəm ki, insan mədəsi bir gözü olan, sinir sistemi olan canlını incitmədən də insan mədəsi doya bilər. İkincisi, o ki, qaldı deyirsiniz ki, bəs bitkilər, bəs ot, bəs tərəvəzlər, meyvə, onlar da canlıdır. Onların sinir sistemi yoxdur. Onlar ağrı, acı hiss eləmir. Onlar, mən uşaq idim, hətta bizdə qohumlar qoyun quzunu aparıb kəsəndə digərinin necə ağlamağını gözümlə görmüşdüm. Arxasıca baxıb ağlayırdı. Yenə də nəhayətində hərənin bir əqidəsi var, hərənin bir seçimi var. Bilirsiniz, kommentariyalara daraşıb elə yazırsınız ki, elə bir ki, bütün İslamın qayda qanunu ilə yuxudan duran kimi nə qayda qanun var, hamısına bir-bir əməl eləyirsiniz, hamısına bir-bir yaşayırsınız. Bir dənə bu qurban məsələsində görürsünüz, mən bütün işləri körradım da. Yəni, bu dərəcədə də eləməyin də, valla. Özünüzə arada bir kənardan, öz adınızdan, familiyavızdan, peşəvizdən, geyimimizdən, libasınızdan, riyavızdan çıxın. Kənardan bir özünüzə baxın da, arada heç olmasa. Bir dənə bu qurbana qarşı çıxmağımdırsa, görün, siz gündəlik həyatınızda elədiyiniz hərəkətlə, danışıqla, ado kommentariya yazmaqla nə qədər dininizə qarşı çıxırsınız. Ən birinci istədiyiniz heç kimin əqidəsini yargılamamağı öyrədir. Birinci bundan başlayın. Hər kəsə uğurlar, vegetarianlara asobenli salamlar. Bir də ət yeyən insanlar ki var ki, misal üçün çevrəmdə deyir ki, mən bilirəm müqəddəs kitabda Qurban Bayramı adında bir şey yazılmayıb. Mən bilirəm Allahın belə bir əmri yoxdur. Ayə də var, orada yazılır ki, kəsdiyiniz heyvanların nə əti, nə qanı, nə də savabı gedib Allaha çatmır. Yaxşı, bu ayəni neyin yeyib biz? O insanlar ki var ki, deyir ki, sadəcə mən ət yeməyi sevirəm. Bax, o insanlar başımın tacıdır. Düz olun, riyadan uzaq olun. Sağ olun.